Beynəlxalq Poçt İttifaqı tərəfindən bu il Azərbaycanda keçirilən bu ikinci bir beynəlxalq tədbirdir. İlk beynəlxalq tədbiri yanvar ayında keçirilmişdi. Bu tədbir öz əhəmiyyətinə görə liderlər forumu, özünüz də iştirakçılardan gördüyünüz kimi burada 150-yə yaxın müxtəlif ölkələrin nümayəndələridir. Nümayəndələr içərisində poçt sektorunun tənzimləyiciləri, nazirlik səviyyələrində iştirakçılar, milli poçt operatorlarının rəhbərləri iştirak edirlər. Yəni, bunun ən böyük əhəmiyyəti ilk növbədə Azərbaycanın tanıdılması, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması məqsədini daşıyır. Bundan əlavə bir məqamı da qeyd edeyim ki, Dubayda keçiriləcək növbəti Beynəlxalq Poçt İttifaqı seçkilərində Azərbaycan dövlət olaraq öz namizədliyini irəli sürüb. Məhz bu platformada bizim üçün imkanlar yaradır ki, Azərbaycanı demək olar ki, bütün dünya ölkələrinə tanıdaq, iştirakçılar arasında Azərbaycan poçtunun inkişafı, Azərbaycanda poçt rabitə xidmətlərinin inkişafı barədə ətraflı məlumat verək.